Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Deməli, bu günləri günün sualı 2. Bu sualın həllini verəcəm. Deməli, burada bizə deyir ki, düzgün üçbucaqlı piramidanın yan tili A, yan üzvlər arasındakı bucaq 2 fidir, oturacağının tərəfinin uzunluğunu tapın. Deməli, bir dənə düzgün üçbucaqlı piramida çəkək. Yan tilləri A yazırıq, yəni bura A. A. Bir də ki, bu hissədə A-ya bərabərdir. Deməli, burada yan üzvlər arasındakı bucaq deyəndə ABD üzü ilə BDC üzü arasındakı bucaqdan söhbət edir. Yəni, burada görünən üzvlər buradadır, rahat görünür deyə ona görə bunları göstərdim. ADB üzü ilə BDC. Deməli, üzünün arasında qalan bucaq deyəndə ikiyüzlü bucaq başa düşülür. İndi həmin ikiyüzlü bucağı çəkmək üçün ADB üzü ilə BDC üzünün arasında deməli, hündürlüklər arasında olan bucaq başa düşülür. Yəni, həmin o 2F dediyi bucaq əslində bu bucaqdır. Yəni, bucaq deməli, AKC bərabərdir 2F. Buradan görünür ki, deməli, ADB üzü ilə BDC üzü bərabər olduğundan, çünki bura A'dır, burada A'dır. Yəni, bu üçbucaqla bu üçbucaq bərabər yanlı üçbucaqdır. Həmçinin bunun oturacağı da bərabər tərəfli üçbucaqdır. Çünki bizə özü burada deyir ki, düzgün üçbucaqlı piramid. Yəni, oturacağı düzgün üçbucaq olmalıdır. Onda burada AK hündürlüyü ilə KC hündürlüyü də bərabər olmalıdır. Yəni, bu bərabər yanlı üçbucağın oturacağından gələn, oturacağın təpə nöqtəsi olan A'dan gələn hündürlük, yenə eyni üçbucaqdır. Oturacağın təpəsindən C'dən gələn hündürlük, bunlar bərabərdir. Yəni, burada AKC üçbucağı da bərabər yanlı üçbucaqdır. KC-ni bir dənə H ilə adlandıraq. KC bərabərdir H. Deməli, BDC üçbucağının D təpəsindən bir dənə hündürlüyü endirək. Və buradan DF-i tapaq. Əvvəlcə buranı, deməli, bu bərabər yanlı üçbucaq idi. DF bu həm hündürlüyüdür, həm tən böləndə, həm mediandır. Onda bu BF-ə bir dənə B adlandırım. FC də elə B olacaq. Buradan DF-i Pifagor teoremindən tapsam, alınır DF bərabərdir kök altda A kvadratı çıxılsın B kvadratı. İndi isə üçbucaq BDC-nin BDC-yə baxaq. Bura bir qoyaq, qarışmasın. Yəni, birinci işimiz hardan başladıq, onu qeyd elədim. Deməli, üçbucaq BDC-yə baxsam, bunun sahəsini yaza bilərəm necə? Deməli, DA vurulsun KC, DA A-ya bərabər idi. Yəni, A vurulsun KC bölünsün 2 bərabərdir. Deməli, buradan DF vurulsun 2B. DF-i yazmışam kök altda A kvadrat çıx B kvadrat. Yəni, kök altda A kvadrat çıx B kvadrat vurulsun 2B. Yəni, üçbucağın sahəsi tərəf və onun enində hündürlük hasının yarısıdır. Bölünsün 2-yə. Burada məxrəclər eynidir. KC-ni tapaq. Onda KC də bərabərdir. Deməli, bura A yazdıq. Kök altda A kvadrat çıx B kvadrat vurulsun 2B. İkinci ardıcıllığımız olacaq ki, üçbucaq AKC-yə baxacaq. Üçbucaq AKC-yə bax. Deməli, burada artıq biz AC-nin 2B olduğunu bildik. Çünki oturacağı bizə vermişdi ki, düzgün üçbucaqdır. Bu bərabər tərəfli üçbucaqdır. Deməli, burada məqsəd nədir? 2B-ni tapmaqdır. Oturacağının uzunluğunu istəyirdi bizdən. Yəni, 2B-ni biz ifadə eləməliyik və ana ifadə eləmək lazımdır. Deməli, üçbucaq AKC-yə baxaq. Buradan üçbucaq AKC bərabər yanlı üçbucaqdır. A nöqtəsindən bir dənə hündürlük çəkək.
K'yı hündürlüyü. Buradan görünür ki, deməli bu bucağı AKC bucağın çifi adlandırmışdım. Onda bura nə qədər olacaq? Bura olacaq fi. Bu bucaq fi olacaq. Həmçinin bu üç bucaq bərabər yanlı üç bucaq olduğu üçün, yəni artıq bunu işarələyirəm belə. Bu üç bucaq bərabər yanlı üç bucaq olduğu üçün, deməli burada fi'dir, məlumdur. Deməli bura B'dir, burada B'dir həmçinin. Çünki bu üç bucaq bərabər yanlı üç bucaqdır. Yenə təpədən gələn hündürlüyü median tən bölən bərabərdir. İndi isə KMC üçbucağından kotanges fi'ni tapaq. Deməli kotanges fi bərabərdir. KM bölünsün bitişik katetin qarşıcı katetin nisbəti. Buradan da alınır KM bərabərdir. B vurulsun kotanges fi. Və nəhayət sonuncu, üçüncü ardıcıllığımız KMC üçbucaq KMC Pifagor. Pifagor teorem tətbiq edəcəyik. B kvadratı bərabərdir. Deməli KC'nin kvadratı çıxılsın KM'in kvadratı. KC'ni buradan tapmışam, KM'i də buradan tapmışam. Alınır B kvadratı bərabərdir. KC'nin kvadratı eləyir. Deməli A kvadratında A kvadrat çıxılsın B kvadrat vurulsun 4B kvadrat çıxılsın. KM'in də kvadratı eləyir. B kvadrat vurulsun kotanges fi. Bunun hər tərəfini B kvadratına bölə bilərəm. B kvadratlar burada ixtisar getdi. Alındı 1 bərabərdir. Deməli A kvadratı bu deyir 4 vurulsun. Burada bunun kvadrat yüksəlində kotangesi yüksəltmə yaddan çıxıb kotanges kvadratdır bu. 4 vurulsun A kvadrat çıx B kvadrat çıxılsın kotanges fi. Deməli burada hədd və hədd bölsək bunu alınır 4 çıxılsın 4B kvadrat bölünsün A kvadrat bərabərdir 1 plus kotanges kvadrat fi. Alınır 4B kvadrat bölünsün A kvadrat bərabər, deməli 4-dən 1 çıxdı 3 çıxılsın kotanges kvadratı fi. Kökə salsam alınır 2B bölünsün A bərabərdir. Kök altda 3 çıxılsın kotanges kvadrat fi. Buradan 2B'ni tapsam alınır 2B bərabərdir. A vurulsun kök altda 3 çıxılsın kotanges kvadrat fi. Bizdən də 2B'ni soruşur. Oturacağın tərəfi oldu. A vurulsun 3 çıxılsın kotanges kvadrat fi. Bugünlük bu qədər. Sağ olun.